Salam dəyərli izləyicilər. Bu gün sizə TradingView-da ödənişli şəkildə təqdim olunan 10.000 tarixsel çubuq, yəni zamanı geriyə alıb şamlarla öz strategiyanızı analiz etmə özəlliyi ödənişli şəkildədir. $12.95. Mən sizə bunu necə ödənişli şəkildə əldə edə biləcəyinizi göstərəcəm. Demək, daxil oluruq GoCharting saytına. Buradan ilk olaraq qeydiyyatdan keçirik. Daha sonra Chart bölməsinə daxil oluruq. Chart bölməsinə daxil olandan sonra qrafik açılır. Hər hansı istədiyiniz qrafikini açırsınız. Və burada gördüyünüz kimi replay funksiyası var. Replay funksiyasına klikləyirsiniz. Hər hansısa bir zamanı gətirirsiniz. Misal üçün, bura gətirək. Və burada gördüyünüz kimi kəsdi qabaq zamanı və sonra burada pause tuşuna basırsınız. Gördüyünüz kimi zaman başlayır getməyə. Və buradan da zamanı ayarlaya bilirsiniz. Dostum, burada daha ağır rejimdə gedir. 0.1 saniyə gedəndə daha sürətli şəkildə hərəkət edir. Bu qədər dostlar, videonu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoları qaçırmamaq üçün kanala abunə ola bilər və videonu bəyənə bilərsiniz.